etibarlı xəbər qaynağınız ASTV xəbərin saat 14-də olan buraxılışını izləyirsiniz. Studiyada sizi mən Lalə Məmmədova salamlayıram. Hər vaxtınız xeyir. Anonslarımız var. Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini, həmçinin Bosniya və Hersegovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul etdi. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxslər bugün də prokurorların suallarını cavablandırırlar. ABŞ-nin Yəməni bombalaması nəticəsində həlak olanların sayı artdı. BMT tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdı. Biz azadlıq heykəlini sizə verdik, amma siz ona xor baxırsınız. Fransanın Avropa Parlamentindəki deputatları Amerika Birləşmiş Ştatlarından azadlıq heykəlini geri qaytarmağı tələb etdi. Prezident İlham Əliyev bugün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev bugün Bosniya və Hersegovinanın Nazirlər Şurası sədrinin müavini və Müdafiə naziri Zugan Helesi qəbul edib. Bunlarla bağlı hazırlanan geniş reportajlara bugünkü proqramımızda baxa bilərsiniz. Azərbaycan qlobal antiterror reytingdə dünyanın ən təhlükəsiz ölkələri sırasındadır. Bu barədə Global Terrorism Index 2025-in hesabatında bildirilib. Ölkəmiz 90-cı yerdə qərarlaşaraq dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib. Terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso, Pakistan və Suriya daxil edilib. Global Terrorism Index reyting sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır. Bir sıra hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli 15 nəfərin məhkəmə prosesi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü prosesdə də müttəhimlər Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Lyova Mnatsikanyan və digərləri onlara verilən sualları cavablandırırlar. Daha ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirlidən məlumatları eşidəcək. Südabə. Hər vaxtınız xeyirli olsun. Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Vitali Babayan və digərlərinin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir. Hazırki mərhələdə məhkəmə istintaqında təqsirləndirilən şəxslər dövlət ittihamçılarının, müdafiə tərəfinin vəkillərinin, zərərçəkənlərin vəkillərinin suallarını cavablandırırlar. Bu mərhələdə cinayət işinin ikinci fəsli, təcavüzkar müharibənin aparılması fəsli üzrə araşdırmalar aparılır. Təqsirləndirilən şəxslər Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini, hərbi təcavüzkar müharibəni öz ifadələrində bir daha təsdiqləyirlər. Məsələn, təqsirləndirilən Arayik Arutyunyan məhkəmə prosesində sualları cavablandırarkən bildirdi ki, o vaxtlar qondarma rejimin fəaliyyəti, yaradılması, burada həyata keçirilən proseslər, bütün hər şey Ermənistandan idarə olunulmuş. O ifadəsində bildirdi ki, o zamanlar qondarma rejimin qondarma ordusu Ermənistan Silahlı Qüvvələrinin, Ermənistan Müdafiə Nazirliyinin ən böyük ordu birləşməsi olub. Bu ordunun, bu qondarma rejimin ordusunun nəinki silah-sursatla təchizatı, eyni zamanda bütün təminatı Ermənistandan idarə olunmuş və təmin olunurmuş. Eyni zamanda o ifadəsində bildirdi ki, o zamanlar Qarabağda Ermənistan dramı ilə bütün proseslər həyata keçirilmiş, iqtisadi proseslər və bütün bank əməliyyatları Ermənistanın Mərkəzi Bankından həyata keçirilir, idarə olunurmuş. Başqa bir ifadəsində bir faktı qeyd etdi ki, o zamanlar qondarma rejim Ermənistanın vəsaiti hesabına, Ermənistanın ayırdığı kreditlər hesabına maliyyələşirmiş. Hansı ki, həmin kreditlər heç bir zaman geri qaytarılmayıb. Başqa bir cinayət faktı. Azərbaycanın işğal altında saxlanılan ərazilərindən xaricə göndərilən bütün məhsullar Ermənistanın adı ilə
ixrac olunurmuş, Ermənistanın məhsulu kimi xaricə göndərilirmiş. Bunun üçün isə Ermənistanda xarici şirkətlər var imiş ki, müxtəlif şirkətlər var imiş ki, həmin şirkətlər vasitəsilə belə deyək, Azərbaycanın məhsulları, təbii sərvətləri dünya bazarına qanunsuz şəkildə çıxarılırmış. Cinayət işi üzrə faktlar, bu cür faktlar olduqca çoxdur. Təqsirləndirilən şəxslər ifadələrində bu fikirləri bildirirlər, bu faktları təsdiqləyirlər. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslər həm də müdafiə tərəfinin zərər çəkənlərin suallarına, zərər çəkmişlərin vəkillərinin suallarına cavablandırırlar. Qeyd edək ki, bu cinayət işi üzrə 531 mindən çox zərər çəkən var. Biz mütəmadi olaraq proseslə bağlı məlumatları çatdırırıq. Bugün də bizim xüsusi reportajımız olacaq. Hələlik isə söz sizdə, mərkəzdə, studiyadadır. Təşəkkür edirəm sizə Südabə məlumatlarınız üçün. Bəli, bir sıra hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli 15 nəfərin məhkəməsi davam edir. Prosesin gedişatını birbaşa bağlantıda əməkdaşımız Südabə Cahangirli bizə çatdırdı. Dünya gündəmi ilə davam edək. Atəşkəs rejiminə baxmayaraq İsrail ordusu Livan ərazisinə növbəti dəfə zərbələr endirib. Bu dəfə əsas hədəf Hizbullah hərəkatının xüsusi təyinatlı qüvvələri Radvanın qərargahı olub. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə komanda nəzarət mərkəzi və Hizbullahın Livanın cənubunda istifadə etdiyi qurğular vurulub. İsrail hərbçiləri bildirirlər ki, bu cür terrorçu obyektlərin mövcudluğu İsrail ilə Livan arasında atəşkəs razılaşmasının kobud şəkildə pozulması deməkdir. Müdafiə qüvvələri Livanın cənubunda terrorçulara zərbələri və İsraillə qarşı istənilən təhdidin aradan qaldırılmasını davam etdirəcəklərini açıqlayıb. Qırmızı dənizdə vəziyyət gərgindir. 2 gün əvvəl ABŞ-nin Yəmənə indirdiyi zərbələr nəticəsində həlak olanların sayı artıb. Son məlumatlara görə Birləşmiş Ştatlar Yəməndə Husilərə qarşı hücumları davam etdirir. Hüdeydə şəhərində zərbələr indirilib. BMT vəziyyətlə bağlı narahatlığını ifadə edib. Husilər Amerika Birləşmiş Ştatlarına məxsus Harry Truman gəmisinə hücum ediblər. Bu addım Birləşmiş Ştatların martın 15-də Yəmənə geniş miqyaslı hava zərbələrinə cavab olaraq atılıb. Hava hücumu zamanı 18 raket və 1 drondan istifadə edildiyi bildirilir. Ənsarallah hərəkatı Amerika Birləşmiş Ştatlarının zərbələrinə eskalasiya ilə cavab verəcəklərini bəyan edib. تأتي هذه العمليات للقوات المسلحة اليمنية. Yəmən silahlı qüvvələri düşmənin ölkəmizə qarşı hücumunun qarşısını almağa müvəffəq olub. Onun döyüş gəmiləri, raket və dronlarla zərbələr endirildikdən sonra geri qayıtmağa məcbur olub. USS Harry Truman. Son məlumatlara görə Husilərin cavab zərbəsindən sonra Birləşmiş Ştatlar Yəməndəki Ənsarallah hərəkatından olan qiyamçıların mövqelərinə yenidən intensiv hava hücumu edib. Əl-Məsirə kanalının yaydığı məlumata görə səhər saatlarında paytaxt Sənadan 230 kilometr aralıda yerləşən Hudeydə şəhərinə 2 aviazərbə indirilib. Martın 15-də Amerika Birləşmiş Ştatlarının Yəmənə aviazərbələri nəticəsində həlak olanların sayı artıb. Son məlumatlara görə 53 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var. BMT yaranmış vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib. Təşkilat tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarric bildirib ki, əlavə eskalasiya regionda gərginliyi daha da artıra, Yəməndəki humanitar vəziyyəti biraz da ağırlaşdıra bilər. Biz həmçinin Husilərin Qırmızı dənizdə gəmilərə hücumlara davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq, deyə o bildirib. Ləman Rüstəmova, Fərdi Abbasova, ASTV Xəbər. ABŞ prezidenti Donald Trump'ın İranın ali rəhbəri Ayətullah Əli Xameneyə yazdığı məktub ətraflı nəzərdən keçirildikdən sonra qarşı tərəfə rəsmi cavab veriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai həftəlik mətbuat konfransında belə deyib. O, məktubun detallarını açıqlamaqdan imtina etsə də, ümumilikdə Trump'ın İranla bağlı səsləndirdiyi bəyanatlardan çox fərqlənmədiyini diqqətə çatdırıb. Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkiyan Trump administrasiyasının ölkəsinə qarşı maksimum təzyiq siyasətini tənqid etmiş. Ukraynadan fərqli olaraq ABŞ ilə təhdid altında danışıqlar aparmayacaqlarını vurğulamışdı. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiyalı həmkarı Vladimir Putinlə martın 18-də danışmaq niyyətindədir. Müvafiq açıqlama ilə Trump Floridadakı Mar-a-Lago iqamətgahından Vaşinqtona gedərkən təyyarədə çıxış edib. See if we have something to announce maybe by Tuesday.
Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çox iş görüldü. Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Bəlkə bacararıq, bəlkə də yox. Amma düşünürəm ki, bizim çox yaxşı şansımız var. Döyüşlər dayandırılmayana dək Ukraynada sülhlə bağlı danışıqlar başlaya bilməz. Bu barədə ABŞ-nin dövlət katibi Marco Rubio CBS News telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə Vaşinqtonun Ukraynada sülh strategiyası A və B planı adlandırılan iki əsas mərhələdən ibarətdir. A planı atışmanı dayandırmaqdır ki, biz B planı, yəni ikinci mərhələyə keçə bilək. Bu da hamını masa ətrafına toplamaq, diplomatik vasitələrlə müharibəni bitirmək üçün yol tapmaqdır deyə ABŞ dövlət katibi bildirib. Rubio onu da etiraf edib ki, planın ikinci mərhələsini həyata keçirmək asan olmayacaq. Bu arada minlərlə Britaniyalı sülhməramlı Ukraynanı Rusiyanın növbəti təcavüzündən qorumaq üçün bu ölkəyə göndərilə bilər. Times qəzetinin məlumatına görə Böyük Britaniyanın baş naziri Keir Starmer bu cür öhdəlikləri üzərinə götürməyə hazırdır. Məlumatda bildirilir ki, martın 20-sində İstəklilər koalisiyasına daxil olan ölkələrin müdafiə nazirləri Londonda görüş keçirəcək və bu görüşdə Rusiya ilə atəşkəs razılaşması əldə olunarsa, Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinin təfərrüatları müzakirə ediləcək. Qeyd edək ki, Londonda təşkil olunan İstəklilər koalisiyasının onlayn sammitindən sonra onlarla ölkə Ukraynaya qoşun yeritmək barədə danışıqlar aparır. Onların arasında Böyük Britaniya, Fransa, Türkiyə, Kanada və Avstraliya da var. Ukraynaya 30 minədək hərbçinin göndəriləcəyi, silah və maddi texniki təchizatla kömək ediləcəyi güman olunur. Avropa Parlamentinin üzvü Rafael Glusman ABŞ hakimiyyətindən azadlıq heykəlini Fransaya qaytarmağı tələb edib. Onun sözlərinə görə mövcud administrasiya və ABŞ prezidenti öz qərarları ilə azadlıq dəyərlərinin onlara yaxın olmadığını nümayiş etdirirlər. Ukraynanı fəal şəkildə dəstəkləyən Glusman çıxışında Vaşinqtonu Moskvaya yaxınlaşdırmaqda qınayıb. Bununla bağlı Avropa Parlamentinin deputatı Amerika Birləşmiş Ştatlarını azadlıq heykəlini geri qaytarmağa çağırıb. O, Amerikalılara müraciət edərək, biz bunu sizə verdik, amma deyəsən siz buna xor baxırsınız deyib. Xatırladaq ki, azadlıq heykəli Amerika İnqilabi Müharibəsinin 100 illiyi şərəfinə Fransanın ABŞ-yə hədiyyəsidir. Amerika Birləşmiş Ştatları təbii fəlakətlərinəsirinə çevrilib. 100 milyondan çox insanın məskunlaşdığı, ondan çox ştatda tornado, meşə yanğını və qum qasırğası nəticəsində həlak olanların sayı 40-ı keçib. Xeyli sayda insan da xəsarət alıb, güclü külək yüzlərlə evi, məktəbi, obyekti tamamilə və ya qismən dağıdıb. Elektrik xətlərinin sıradan çıxması nəticəsində 320 mindən çox abonent işıqsız qalıb. Bir neçə ştatda fövqəladə vəziyyət elan olunub. Daşqınların baş verə biləcəyi ilə bağlı əhaliyə xəbərdar edilib. Oklahomada 150-dən çox bölgədə başlayan meşə yanğınları küləyin də təsiri ilə qısa zamanda miqyasını genişləndirib. 70 min hektaradək meşə sahəsi, həmçinin 300-dən çox tikili külə dönüb. Davam edən yanğınlarda 4 nəfərin həlak olduğu bildirilir. Və yerli xəbərlərlə davam edirik. Gəncədə 3 az yaşlı dəm qazından zəhərlənib. Bir ailənin üzvü olan 8, 10, 13 yaşlı uşaqlar xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra onların vəziyyətləri stabilləşib. Uşaqlar ambulator müalicə üçün evə buraxılıblar. Xaçmazda küllü miqdarda narkotik vasitə müsadirə edilib. Rəşad Dadaşzadənin üzərindən 2 kiloqram marihuana, yarım kiloqram tiryə, küllü miqdarda metamfetamin və metadon həbləri tapılıb. O, ifadəsində İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu, narkotikləri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Ümumilikdə Xaçmaz rayonunda son həftə ərzində narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb. Nəticədə 3 kiloqram narkotik vasitə müsadirə edilib. Ümumi təhsil müəssisələrinin psixoloqları, penitensiar xidmətin və sosial xidmətlər agentliyinin əməkdaşları təlimə cəlb olunublar. Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış mövzusunda təlim, ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Təcrübəli mütəxəssislərin cəlb olunduğu treyninqlər yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullyinqə məruz qalması, bullyinqin növləri və onunla mübarizə metodlarını əhatə edir. Görürsək, bizim için daha
dünyada olan kimi elə Azərbaycanda da bu problem var və bu problemin aradan qaldırılması üçün əvvəlcə təhlilin keçirilməsinə ehtiyac var idi. Bu təhlili biz keçirdik, mütəxəssisimiz keçirtdi və bundan sonra təhlilin nəticəsindən göründü ki, bax belə bir təlimlərə bəli ehtiyac var. Yenə də çalışırıq. Mövzu hər zaman olduğu mövzuda, amma yeni yanaşmaya ehtiyac var. Bakı və Sumqayıt üzrə 1-ci sinifə elektron qeydiyyat üçün müraciətlərin qəbulu aprelin 1-nədək uzadılıb. Şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunur. Daimi qeydiyyatı olmayanlar prioritet müddəti bitdikdən sonra baş yerlərə müraciət edə və ya sıxlıq olmayan məktəbləri seçə bilərlər. Qeydiyyatda olmayanlar müvafiq formaları dolduraraq 5, 6, 7 saylı və Sumqayıt 2 saylı asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Novruz və Ramazan bayramları günlərində martın 19-dan 31-nə kimi ölkə ərazisində bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Məqsəd əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsidir. Ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Şəfiqə Hüseynova danışacaq. Şəfiqə. Bəli, hazırda biz Bakı Beynəlxalq Avtovağzal kompleksindəyik. Qarşıda gələn bayramlarla əlaqədar olaraq bəzi qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunlardan biri də Bakı Avtovağzalıdır. Bu barədə bizə ətraflı məlumatı Aynanın mətbuat katibi Tural Orucov bildirəcək. Hər vaxtınız xeyir Tural bəy. Gücləndirilmiş iş rejimi deyəndə nəyi nəzərdə tuturuq? Qeyd edim ki, Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 13 gün ərzində 19 və 31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu deməkdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımanı həyata keçirən bütün daşıyıcılara fasiləsiz və təhlükəsiz sərnişin daşımanı həyata keçirməklə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda vətəndaşlara kassalarda tariflərə uyğun olaraq biletlərin təqdim edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bakı Beynəlxalq Avtovağzal kompleksinin ərazisində fəaliyyət göstərən monitorinq mərkəzi vasitəsilə xəttə çıxan bütün avtobuslara real vaxt rejimində nəzarət olunacaq. Eyni zamanda burada sürücülərin təhlükəsizlik qaydalarına riayət etmələrinə də məhz bu mərkəz vasitəsilə də izləniləcək və nəzarət olunacaq. Bir məqam vurğulayım ki, bayram günlərində bölgələrə üz tutacaq vətəndaşların vətəndaş axını nəzərə alaraq biletləri tövsiyə edirik ki, öncədən onlayn platforma olan Biletin Miqdarı üzərindən əldə etsinlər. Hazırda Biletin Miqdarı portalında 81 istiqamətdə 51 şəhər və rayona bilet almaq mümkündür və bu portala inteqrasiya edilən reyslərin sayı 311-dir, avtobusların sayı isə 357-dir. Bax, bütün bu imkanlardan yararlanmaq üçün vətəndaşlar onlayn qayda biletlərini alırlar, perron nəzarətçisi və sürücüyə səfər günü təqdim edirlər və rahat şəkildə salona əyləşib səfərlərini reallaşdıra bilirlər. Bu da əlbəttə ki, sərnişin məmnuniyyətinə hesablanan addımlardır. Hər kəsə xoş istirahətlər və yaxşı yollar arzu edirik. Bəli, təşəkkür edirik. Bizim sizə hələ ki çatdıracaqlarımız bunlar idi. Buyurun, yenidən söz sizdədir. Təşəkkür edirəm sizə Şəfiqə və bir daha xatırladaq ki, bayram günlərində bütün avtostansiyalar gücləndirilmiş iş rejimində çalışacaq və sonda hava haqqında sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə isə hava əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcək, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Hadisələrin inkişafı ASTV xəbərin növbəti 16 buraxılışında nəzərdən qaçırmayın. Görüşərik, özünüzü qoruyun.